Vaxt itirmədən o zaman başlayaq. Hər bir şey yaxşıdır. Bir daha hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Hər birinizi burada görmək çox xoşdur. Dəvətimi qəbul etdiyiniz üçün minnətdaram. Biz sizinlə bugün maddi yüksəliş haqqında danışacağıq. Biz bunun şüuraltı tərəflərini, psixoloji tərəflərini dərindən araşdırma edib analiz edəcəyik. Ona görə çox diqqətli olmağınızı istəyirəm. Çünki burada öyrənəcəyiniz hər bir şey sizə nəyə görə hal-hazırda gəlirinizin artmadığının birbaşa səbəbini göstərəcəkdir. Hansı maneələriniz var, nələr sizə mane olur, gəlirinizi necə artıra bilərsiniz, nə üzərində mütləq işləməlisiniz. Bütün bunlar haqqında bugün ətraflı danışacağıq. Əgər suallarınız olsa, burada yaza bilərsiniz. Mən sevə-sevə hər birisini cavablandıracağım. İlk öncə istəyirəm ki, başlamamışdan əvvəl özüm haqqında məlumat verim. Mən Zeynəb Haqverdiyeva, hal-hazırda şəxsi inkişaf və biznes mentoru olaraq fəaliyyət göstərirəm. Artıq uzun müddətdir bu işdə çalışmıram, yeni başlamışam. Buna baxmayaraq 100-dən çox nəticə verdiyim insanlar var. Bunun tək səbəbi daima şəkildə öz üzərimdə işləməyimdir. Uzun müddətdir mən özüm bizneslə məşğul olmuşam. Buna baxmayaraq davamlı şəkildə mənim biznesdə bir çox uğursuz bizneslərim, davamlı yaşanan problemlərim olub. Bu problemlərdən də ən çox səbəblərdən biri mənim davamlı daha çox işləməyim, amma davamlı daha çox qazanmağım, davamlı gəlirimin düşməsi, qalıqması, davamlı problemlər yaranması, biznesimi böyüdə bilməməyim və bir çox bunun kimi hadisələr. Bu da davamlı şəkildə məni uğursuzluğa gətirib çıxarıb. Nə vaxta qədər ki, mən artıq öz psixikam üzərində işləməyə başladım. Öz şüuraltımı dəyişməyə başladım. Mənə mane olan blokajlardır, proqramlardır. Bunların üzərində işlədikdən sonra mənim həyatımda 180 dərəcə, əsasən də biznesimdə çox gözəl dəyişikliklər oldu. Mən öz potensialımı açaraq öz işimi qurdum. Hətta öz şirkətimi açdım. Artıq rəsmi şəkildə bir təsisçiyəm, mentorluqdan da əlavə. Və hal-hazırda şirkətin vasitəsilə bir çox insanlara biznes tərəfdən mentorluq edib xidmət göstərə bilirəm. Hı hı. Hal-hazırda əsas məqsədim isə bir çox insanlara, əsasən də əvvəlki dövrdə düşüncə ilə çalışan insanlara dəstəklik göstərməkdir. Bu haqda ətraflı biraz açıqlama vermək istəyirəm. İnsanlar hal-hazırda düşünürlər ki, əgər mən çox çalışsam, əgər mən strategiyalar öyrənsəm, əgər mən nələrsə göstərsəm və yaxud da ki, hal-hazırda ən yaxşı, populyar işlər hansılardır? Bu işlərlə məşğul olsam, mən daha çox gəlir qazana bilərəm. Amma dünyanın sistemi hal-hazırda bazar tamamilə dəyişirilibdir. Sizin yeni üsullarla öyrənib işləməyiniz sizə qat-qat qazanc gətirəcəkdir. Siz nə qədər də öz üzərinizdə işləsəniz, strategiyalar qursanız, təlimlərə qoşulsanız da bu sizin sadəcə olaraq çox az bir nəticə almağınıza səbəb olacaq. Çünki hal-hazırki zamanda nə işlə məşğul olduğunuz, hansı strategiyalar qurduğunuz deyil, əslində hansı qarşı tərəfə hansı emosiyaları ötürdüyünüz və sizin daxilinizdə hansı proqramların olması çox-çox vacibdir. Baxın, əgər sizin daxilinizdə, düşüncənizdə əziyyət proqramı varsa, yəni siz əvvəldən əziyyətə fokuslanmısınızsa, bütün strategiyalarınızı əziyyət olaraq qurursunuzsa və uşaqlıqdan sizdə bu düşüncə formalaşıbsa ki, insanlar yalnız əziyyətlə qazana bilir. Pul qazanmaq üçün çox çalışmaq lazımdır. Pul qazanmaq üçün daima nələrsə etmək lazımdır. İstirahət edərək pul qazanmaq mümkün deyil və yaxud da ki, səyahət edərək pul qazanmaq mümkün deyil. Böyük pullar qazanmaq üçün hətta bəzən 24 saat çalışmaq lazımdır. Əgər bu düşüncələr sizin daxilinizdə fərqində olmadan belə formalaşıbsa, siz nə qədər də rahat bir şəkildə qazanmağa çalışsanız da gəlir sizə gəlməyəcəkdir. Davamlı pul itkiləriniz olacaqdır, işinizdə maneələr yaranacaqdır, müştəriləriniz olmayacaqdır. Amma siz əgər doğru şəkildə öz şüuraltınızla işləməyi öyrənsəniz, əsasən də şüuraltınızdakı proqramları dəyişdirsəniz, sizin gəliriniz Hı hı. Sizin gəliriniz artıq gözlədiyinizdən də tez bir zamanda qalxmağa başlayacaqdır. Nəyə görə? Çünki biz uşaqlıqdan, ana bətnində yarandığımız ilk gündən valideynlərimizin duyğuları tərəfindən artıq proqramlanmağa başlayırıq. Bizim onlarla hansı münasibətimiz olubsa, onların bizneslərində, qurduğu işlərdə, həyat tərzlərində hansı duyğuları, hansı problemləri görmüşüksə, onların hər birisini şüuraltımıza kodluyuruq. Və böyüdükdən sonra da biz artıq bu cür düşünməyə
bu cür davranmağa başlayırıq. Çünki şüuraltı başqa cürünü bilmir. Şüuraltı necə davranacağını, necə qazanacağını bilmir. Əgər o uşaqlıqdan görübsə ki, valideynlər yalnız əziyyətlə qazanır, valideynlərin istirahətə belə vaxtı qalmır, valideynlər başqa ölkə nədir, səyahət, bəzən ən yaxın yerlərə belə rahat bir şəkildə səyahət edib istirahət edə bilmirlər. Biz əgər bu düşüncələri dəyişməsək, bizim həyatımızda bu şeylər baş vermir. Nə qədər çalışsaq da, nə qədər çox pul qazanmağa çalışsaq da, nə qədər heç bir şeyə xərcləməyib pulu yığmağa çalışsaq da, davamlı biz borc içində qalırıq, çünki valideynlərimiz də eyni prosesi yaşayıbdı. Davamlı pul itkiləri olur bizim həyatımızda. Davamlı gəlir düşür, qalxır. Hər hansı bir işdə çalışmağınızdan asılı olmayaraq. Mən ilk öncə istəyirəm ki, sizə pulun əsas enerjisindən danışım. Baxın, bir çox insanlar istəyir ki, mənim həyatıma pul gəlsin. Pul gəlsə hər bir şey yaxşı olacaqdır. Əslində isə bu tamamilə yanlış düşüncədir. Çünki pul elə böyük bir enerjidir ki, pul sizin həyatınıza gəldiyi ilk anda sizin həyatınızdakı hər bir şeyə lupa tutur. Bu isə nə deməkdir? Sizin daxilinizdə hansı duyğular, hansı inanclar, hansı qorxular varsa, bu pul vasitəsilə daha da böyüməyə başlayır. Yəni ki, əgər sizdə günahkarlıq duyğusu varsa və yaxud da ki, xilaskarlıq rolu varsa, qurban pozisiyasındasınızsa ki, bu haqda mən Telegram kanalımda daha ətraflı danışacağım sizə. Bunların hər birisi nə deməkdir və sizin həyatınıza necə təsir edir. Kanala qoşulmayanlar da linki göndərəcəm, qrupa qoşula bilərsiniz oradan. Orada daha ətraflı məlumat əldə edəcəksiniz. Amma istəyirəm ki, hal-hazırda biz pula fokuslanaq, bu mövzuya fokuslanaq. Yəni ki, pul sizin həyatınızda hər bir şeyi lupa tutursa, sizin günahkarlıq duyğunuz daha da çoxalacaqdır. Xilaskarlıq rolunuz daha da çox olacaqdır. Bundan əlavə sizin hansı ki utanc, ayıb duyğularındasınızsa, əgər bunlar da daha çox böyüyür, sizin işinizə mane olur və bunun kimi bir çox proqramlar. Bu zaman nə baş verir? Əlbəttə ki, şüuraltı qorxduğu üçün və bu qədər aşağı duyğular ona yükləndiyi üçün pul avtomatik olaraq itirir. Heç olubmu ki, həyatınızda bir anda sizə gözəl bir pul gəlib, yaxşı işləyib, siz gəliriniz artıb, amma sonraki ay tamamilə düşübdü. Mən buradan çatı açım, bir dəqiqə. Hı -hı. Bunun səbəbi odur ki, şüuraltı avtomatik olaraq qorxuya düşür. Çünki pul bizim həyatımızdakı hər bir şeyə lupa tutur. Lupa tutduğu üçün də şüuraltı bunu bilir, çox ağıllıdır. Buna görə də heç vaxt bizim həcmimizdən artıq, götürə bilməyəcəyimizdən artıq pul bizə gəlmir. Gəlsə də bitir. Dediyim kimi itir, ya nəsə pis hadisə baş verir, ya hansısa xəstəliklə bu çıxa bilir, ya hansısa böyük bir problem olur və o pul bizdən çıxır. Çünki yaradan sistemi o cür qurub və şüuraltımız bizim o cür işdir ki, şüuraltı bizi qoruyur. Bütün təhlükəli şeylərdən qoruyur. Amma çox təəssüflər olsun ki, hal-hazırda dünyanın sistemi tamamilə dəyişdiyi üçün bizim üçün şüuraltımızda təhlükəli olan şeylər hal-hazırda təhlükəsizdir. Məsələn, biz uşaqlıqda görmüşük ki, hansı proqramı görmüşük? Bayaq dediyim kimi, əziyyət çəkmək daha rahatdır, təhlükəsizdir, çünki bunu görmüşük. İstirahət etmək təhlükəlidir. Çox pul qazanmaq təhlükəlidir. Əgər ətrafdan da bir çox pul mövzuları haqqında inanclar eşidibsinizsə, zənginlər belə olur, çox pulu olan belə olur və s. və s. Bütün bunlar şüuraltımızda təhlükə kimi kodlanır və biz böyüdükdən sonra öz işimizi qurmaq istəyəndə şüuraltı bizə icazə vermir ki, biz doğru addımlar ata bilək. İcazə vermir rahat bir şəkildə qazanaq, əziyyət çəkmədən qazanaq, daha böyük pullar gəlsin. Çünki o hər şeyi, bütün bunları təhlükə kimi görür. Buna görə də biz şüuraltımızla işləyib, bizim şüuraltımıza təhlükə kimi görünən nə varsa, onları dəyişdirməliyik ki, əziyyət çəkmədən, rahat bir şəkildə, böyük strategiyalar qurmadan pul bizə gəlsin. Hal-hazırki dövrdə 2025-ci ildə, 2020-ci ildən əvvəl, karantindən əvvəl insanlar əgər çox çalışırdısa qazanırdı, onların çalışdığı saata görə onlara maaş verirdilər. Amma karantin dövründən sonra hal-hazırda özünüz də görürsünüz ki, çox çalışanlar, maaşlı işdə çalışanlar daha az qazanan insanlardır. Yəni ki, istirahət edərək qazananlar deyil, əziyyət çəkərək qazananlar daha az qazanır. Və siz əgər çox qazanmaq istəyirsinizsə, siz artıq yeni sistemə uyğun getməlisiniz. Yəni rahatlığı seçməlisiniz. Rahatlıq isə əlbəttə ki, bizim şüuraltımız üçün çox təhlükəlidir, çünki o bunu yaşamayıb. Çünki o bunu görməyibdir.
Sizin üçün əziyyət çəkib çalışmaq daha rahatdır. Amma çox təəssüflər olsun ki, siz bu şəkildə istədiyiniz böyük məqsədlərə çata bilməyəcəksiniz. Böyük həcmlər əldə edə bilməyəcəksiniz. Mən əminəm ki, bir çoxlarınızın məqsədi var. Daha çox pul qazanmaq, xarici ölkələrə səyahət, işinizi, biznesini böyütmək, mənim kimi şirkət açmaq ki, bu 2 il əvvəl mənim üçün tamamilə mümkünsüz bir şeydir. Heç ağlımın ucundan belə keçə bilməzdi. Çünki mənim şüur altımda belə bir proqram yox idi. Mən uşaqlıqdan görməmişdim. Mənim ətrafımda kiminsə biznesi olsun, kiminsə şəxsi işi olsun, onun hansısa gəliri olsun. Mən davamlı görmüşəm ki, ailəmdə bəli biznes qurmaq istəyiblər, uğursuz bizneslər alınıb, davamlı şəkildə pul itkisi, pul batqısı və çox təəssüflər olsun ki, bu mənim həyatımda da belə baş verirdi. Mən öz biznesimi qurmaq istəyirdim, nəsə edirdim, amma davamlı məndə də uğursuzluqlar olurdu. Ta ki öz şüur altımla işləyənə qədər. Hı hı, bəli. Hı hı, bəli, pul artan kimi, əgər sizdə hansısa duyğular varsa, günahkarlıq duyğusu, ayıb utanc duyğusu, o pul sizdən geri çıxır. Hansısa xəstəliklər olur, ən pis halda hansısa pul itkiləri və yaxud da ki, nəyəsə xərcləyirsiniz, o pulu çıxıb gedir. Yəni sizə qalmır, həzzinizə, istirahət üçün qalmır. Bu isə nəyə görə baş verir? Bizim daxilimizdə bir kodlama var. Bizim şuur altımız hər bir şeyi ana ataya xəyanət olaraq algılayır. Yəni ki, əgər biz uşaqlıqda görmüşüksə ki, ana atamız əziyyətlə qazanıb, çox çalışaraq qazanıb, onların maddiyyatı daha yaxşı olmayıb, biz biraz daha çox qazanmağa başlayanda avtomatik şuur altı özünü günahlandırır. Şuur altı sanki ana atasına xəyanət etmiş kimi hiss edir, buna görə də çox pulu qəbul etmir. Ona görə də pul bizdən uzaqlaşır. Pul mövzusu haqqında, maddi yüksəlişinizdə mane olan mövzular haqqında suallarınızı yazın. Onların hər birisini burada sizə cavablandıracağım. Keçək ikinci məsələyə. Əgər bu haqda hansısa bir sualınız yoxdursa, özümüzə dəstək yaratmaq mövzumuz bu bizim üçün çox vacib mövzulardan biridir. İndi burada mən sizə biraz psixoloji tərəfdən toxunacağam. Əlbəttə ki, hər tərəfdən, hər kəsdən eşidirsiniz ki, bizim öz dayaq nöqtəmiz olmalıdır, öz qazancımız olmalıdır və s. və s. Amma əslində nə mane olur ki, bizim öz dayaq nöqtəmiz yoxdur. Nəyə görə biz öz ayaqlarımız üzərində ciddi şəkildə dura bilmirik? Bəli, bugün hansısa pulları qazanırsınız, hansısa gəliriniz var. Amma ki, istəyirəm ki, burada da yazasınız. Sizin hal-hazırki gəliriniz hələ sadəcə sizin həzləriniz bir tərəfə qalsın, lüksünüz bir tərəfə qalsın, ehtiyaclarınızı ödəməyə yetirmi? Ailənizin ehtiyaclarını qarşılamağa yetirmi, yoxsa hələ qıtlıqdan mı yaşayırsınız? Mən əminəm ki, bir çoxlarınızda bu yoxdur. Çox təəssüflər olsun ki, ehtiyaclarımızı ödəyəcək belə qədər qazanmırıq. Əgər 4 rəqəmli belə qazanırsınızsa, hal-hazırda bu mümkün deyil. Çünki hal-hazırda dünya bazarına baxsaq, qiymətlərə baxsaq və bizim hal-hazırki ehtiyaclarımıza baxsaq, biz görə bilərik ki, xeyr, bu mümkünsüzdür. Bəli, alınsa yayımı qrupa atacağam. Amma söz verə bilmirəm. Çünki qayd olunmaya bilər. Çalışacağım ki, göndərim. Aha. Yəni ki, ə, burada chatda oxuyuram, ona görə bəzən beynim qarışır. Hı -hı. Bütün bu mövzulara toxunacaq hər birisini. Bizim hal-hazırda 4 rəqəmli gəlirimiz belə olsa, bu bizim ehtiyaclarımızı qarşılamağa yetmir. Çünki hal-hazırki dövrdə həqiqətən də bizim ehtiyaclarımız fərqlidir. İldən ilə də fərqli formalaşır. Siz əgər düşünürsünüzsə ki, bu dəfə hal-hazırda 4 rəqəmli gəlir qazanırsınız, bu sizə yetir, ən azından hələlik ehtiyaclarınızı qarşılaya bilirsiniz. 2-3 ay sonra, hətta 1 il sonra siz tamamilə aşağı düşəcəksiniz. Çünki dünya günü-gündən inkişaf edir. Dünya bir yerdə dayanmır. Əgər siz bir yerdə qalırsınızsa, sizin qazancınız, maddi vəziyyətiniz, psixoloji vəziyyətiniz, sizin inkişaf səviyyəniz bir yerdə qalırsa, dünya yüksəldikcə siz aşağı düşəcəksiniz. Ona görə də nə etməlisiniz? Mütləq dünya ilə birlikdə özünüzü inkişaf etdirməlisiniz. Əgər rahat həyat yaşamaq istəyirsinizsə, ehtiyaclardan artıq çıxıb, borclardan artıq çıxıb, lüksunuz üçün xərcləmək istəyirsinizsə, bir çox məqsədlərinizə çatmaq istəyirsinizsə, dünya ilə birlikdə hərəkət etməlisiniz. Çünki hal-hazırki zamanda elə insanlar var ki, bir ev üçün, bir maşın üçün 4-5, hətta 10 il çalışır. Elə insanlar var ki, bir il ərzində çox rahatlıqla
gəlirinə maşın ala bilər, ev ala bilər, hətta daha sürətli şəkildə. Hal-hazırda həqiqətən də o qədər gözəl fürsətlər var ki, bunu əslində bir fürsət olaraq görməliyik. Çünki bəli, əvvəl çətin idi pul qazanmaq, amma artıq çox rahatdır. Artıq peşələr çoxdur, sahələr çoxdur, iş seçimləri çoxdur və qiymət yüksəkdir. Əgər sizin onlayn bir işiniz varsa, onlayn şəkildə öz işinizi qurursunuzsa və yaxud da ki, bunun üçün çalışırsınızsa, dəqiqə. Mhm. Bunun üçün çalışırsınızsa, siz çox rahatlıqla 5-6 rəqəmli gəlirlər əldə edə bilərsiniz. Hal-hazırda Azərbaycanda bu mümkündür. Mən nə qədər insanlar tanıyıram ki, mənimlə birlikdə öz şirkətini qurmuş, hal-hazırda ən azı 5 rəqəmli, 6 rəqəmli gəlirlər əldə edir. 20 min üstü, 30 min üstü, 40 min üstü gəlir əldə edən tanışlarım var. Bəli, bu mümkündür. Sadəcə o baxır sizin həcminiz nəyə yetir, nə qədər əldə edə bilirsiniz. Bizim 9 dəqiqə sonra yayın bitəcəkdir. Mən yenidən link göndərəcəm, qoşularsınız, yenə zəhmət olmasa. Daha sonra isə öz dayaq nöqtəmizə qayıdaq. Bizim öz dayaq nöqtəmizin olması üçün biz özümüzə fokuslanmalıyıq. Biz inkişaf etmək üçün öz həyatımıza, öz addımlarımıza baxmalıyıq. Amma çox zaman biz nə edirik? Bizim həyatımızda nə baş verir? Biz ya keçmişə baxırıq, ya gələcəyə baxırıq və ya keçmişdə yaşadığımız üçün, ya gələcəkdə yaşadığımız üçün biz qarşımıza indiki zamana baxa bilmirik. İstəyirəm ki, özünüzü analiz edəsiniz. Davamlı keçmişdə yaşanan hadisələr, uşaqlıqda həyatınızda baş verən şeylər mi sizin enerjinizi daha çox alır, yoxsa siz davamlı gələcəyin qayğısını çəkirsiniz, nə edəcəyinizi bilmirsiniz, davamlı planlar qurursunuz, məqsədlər qurursunuz, nə edəcəm, necə edəcəm, bu pulu oradan götürüm, ora qoyum, o pulu oradan götürüm, bu işi tapmalıyam, onu etməliyəm, bunu etməliyəm. Davamlı təşviş. Və sizin bir enerji tutumunuz var. Hər gün səhər oyanırsınız, sizə böyük bir enerji verilir. Amma siz bu enerjini öz dayaq nöqtənizi yaratmaq yerinə, ehtiyaclarınızı, həzlərinizi qarşılamaq yerinə, öz potensialınızı açıb, öz işinizi, öz şirkətinizi qurmaq əvəzinə, ya keçmiş düşüncələri xərcləyirsinizsə, ya gələcək qayğılara, təşvişdə yaşayırsınızsa, bir gün ərzində sizin enerjiniz tükənir. Və nə baş verir? Siz səhər oyanırsınız çox zaman yorğun, istirahət edə bilməmiş, dincəlməmiş və heç bir şey etməyinizə baxmayaraq özünüzü davamlı şəkildə narahat hiss edirsiniz. Yorğun hiss edirsiniz, heç bir iş görmək istəmirsiniz, heç bir şey etmək istəmirsiniz. Hansı ki sizin də enerjiniz var. Hansı ki sizin də 24 saat zamanınız var, hansı ki siz də çox biliklisiniz, ola bilsin hardasa təhsil alıbsınız və yaxud da ki hansısa iş haqqında çox yaxşı bacarıqlarınız var. Amma ki bunu doğru şəkildə istifadə edə bilmirsiniz, çünki sizə verilən enerji gün ərzində bir anda axıb gedir. Çünki siz gələcəyə fokuslusuz ya da keçmişə fokuslusunuz. Bunlardan əsas digər məsələ isə həm keçmişdə, həm gələcəkdə yaşayırsınızsa və davamlı şəkildə ətrafın həyatına baxırsınızsa, ətrafdakı insanların qazancları, onların uğurları, onların həyatları, onlar necə edir, onlar nə edir, onlar nə düşünür, onlar hansı fikirdədirlər. Baxın, sizin enerjiniz gündəlik şəkildə yalnız axır bu üç şeyə. Keçmiş, gələcək və başqa insanların həyatı. Əlbəttə ki, siz o zaman öz həyatınızda dayaq nöqtəsini qurub 5-6 rəqəmləri qazana bilməyəcəksiniz. Siz ilk öncə keçmişdəki proqramlarından qurtulmalısınız, onları öz xeyrinizə dəyişdirməlisiniz. Əziyyəti dəyişdiririk, istirahəti, rahatlığı seçirik, günahkarlığı həyatımızdan çıxardırıq, azaldırıq, onun yerinə həzləri qoyuruq. Bizim həyatımızda bizə mane olan bir çox məsələlər bizdən çıxmalıdır ki, onların yerinə yeni şeylər qoya bilək. Bizim 10 noyabrda çox gözəl əziyyət proqramımızdan çıxış bir haqqında webinar olacaqdır. Webinar sizin üçün çox faydalı olacaq. Hər birinizi webinara dəvət edirəm. Bu webinar həqiqətən də sizə sadəcə bir kiçik bir webinar deyil, hər kəs yararlana bilsin deyə gözəl bir fürsət yaratdım. Minimum qiymətə çox rahatlıqla qoşula biləcəyiniz webinardır.
Əgər hələ sessiyalara qoşula bilmirsinizsə, mentorluq proqramına qoşulmaq istəmirsinizsə, qoşula bilmirsinizsə, bu proqram vasitəsilə, bu webinar vasitəsilə birbaşa əziyyət proqramı həyatınızdan çıxardırsınız. Webinarda nə edirik? Əziyyət proqramını çıxardırıq, yerinə istirahəti, lüksü, həzləri qoyuruq. Çox rahatdır əslində. Biz bəzən çətinə qaçırıq. Biz dediyim kimi beyin rahatlığı öyrəşmədiyi üçün hər bir şey bizə gəliz gəlir və düşünürük ki, həqiqətən də böyük pullar qazanmaq üçün nələrsə çox şey etmək lazımdır, nələr etsə etmək lazımdır. Amma həqiqətən də hal-hazırki zamanda hər şey o qədər rahatlaşıb ki, hər şey o qədər rahatdır ki, siz görərsiniz ki, Instagram üzərindən də çox rahatlıqla görə bilərsiniz. Ən çox qazanan insanlar ən rahatlıqla çalışan insanlardır. Bəli, məsuliyyət var, bəli, zəhmət var, bəli, bir çox şeylər var, amma əziyyət yoxdur. Və siz nə qədər ki əziyyət proqramında qalırsınız, ən az qazananlardan olacaqsınız. Yox, əgər bu proqramdan çıxsanız, ən çox qazananlardan da siz olacaqsınız. Hətta bunun içində bonuslarımız da var ki, əziyyət proqramından çıxışdan sonra belə siz öz işinizi qurmaqda, öz işinizi necə böyüdə bilərsiniz, rahat şəkildə istirahət edərək belə. Bu haqda bir çox strategiyalarımız olacaqdır ki, hazır bonus kimi sizə veriləcəkdir. Çalışıram, amma əziyyətimin qarşılığını görmürəm. Baxın, mən dediyim kimi, hal-hazırki zamanda insanlar çox çalışaraq pul əldə etmirlər. Hal-hazırda sistem bu cür işləmir. Mən çox çalışıram, mən əziyyət çəkirəm, deməli mən çox qazanmalıyam. Xeyr. Əsas məsələ sənin psikanda nə var? Sən qarşı şuur altının da şuur altın vasitəsilə qarşı tərəfə hansı emosiyaları ötürürsən? Hal-hazırda insanlar qarşı tərəfə hansı emosiyaları ötürürsə, o qədər ona uyğun pul qazanır, çalışaraq deyil. Baxın, hal-hazırda mən hansı əziyyəti çəkirəm, nə edirəm burada? Mən əminəm ki, mən çox, demək olar ki, hər birinizdən çox az qazanıram. Çox çox az çalışıram, amma çox yaxşı qazanıram. Hal-hazırda mənim gəlirim 4 rəqəmlidən daha çoxdur ki, yeni başlamışam, yeni şirkətimi açmışam. Buna baxmayaraq çox gözəl uğurlar əldə edirəm. Çünki mən həyatımda əziyyəti deyil, rahatlığı seçdim. Çünki mən bilirəm ki, hal-hazırda mən nə qədər çox çalışsam da qazana bilməyəcəm istədiyim məbləği. Mənim istədiyim məbləği qazanmağım üçün mən daxilimdəki düşüncələri dəyişməliyəm. Əziyyət proqramından çıxmalıyam. Bu köhnə düşüncələri, hal-hazırda bizə indiki zamanda lazım olmayan düşüncələri artıq silməliyəm. Çünki bizə əvvəldən öyrədilib ki, biz əziyyət çəkiriksə qarşılığını görəcəyik. Amma hal-hazırda elə deyil. Əgər siz rahatlıqla çalışırsınızsa, çox gözəl qarşısını görəcəksiniz, qarşılığını görəcəksiniz. Bəli, planlı strategiyalı iş görmək lazımdır. Amma ki, dediyim kimi, əgər sizin şüur altınızda əziyyət, günahkarlıq, xilaskarlıq, qurban rolu varsa, bu duyğular varsa, aşağı ayıb utanc duyğuları, siz nə qədər çox çalışsanız da, şüur altı sizə icazə verməyəcək istədiyiniz qədər qazanacaqsınız. Siz nə qədər plan qurun, strategiyalar qurun, nələrsə etməyə çalışın, hamısı tərs gedəcəkdir. Pul həyatınıza gəlsə də gedəcəkdir, geri qayıdacaqdır, itirəcəksiniz, xəstəliklər yaranacaqdır və yaxud da ki, heç ümumiyyətlə gəlməyəcəkdir, nə qədər strategiya qurursunuzsa. İndi mən bu haqda danışacağım. Hı -hı. Zəhmət olmasa, hal-hazırda mən çatı oxuyana qədər sizdə qarşınıza iki əşya götürün, əlinizdən kiçik formada. Biz indi gözəl bir texnika edəcəyik. Texnika vasitəsilə siz artıq hər bir şeyi görəcəksiniz. Və götürdükdən sonra burada mənə bildirin zəhmət olmasın. Hı hı.